Maksimum bu qədər yerləşdi. Uşaqlar, hamınıza salam. Bugün mamama yenə bir sürpriz eləyirik. Gördüyünüz kimi sabununu kəsdik, sevinmədi. Maskalarını qarışdırdıq, sevinmədi. Mən bugün onun şamlarını tapmışam. Bugün də onun şamlarını qəşəng hala salıb ona hədiyyə eləmək istəyirəm. Görək bu səfər nə reaksiya verəcək. İnanın ki, heç bir fikrim yoxdur. Amma onu bilirəm ki, çox bəyənəcək. Çünki mənim anam belə şeyləri çox sevir. Düzdür, indi videoda gördüyünüz kimi bəyənmədi, eləmədi. Amma bu səfər kalbinə girməyin yollarını tapdım. Düşünürəm ki, şamdan ürəyinə gedən yolu tapacağıq. Deməli, uşaqlar, belə şamlar var. Bundan əlavə də səhv eləmirəmsə çəhrayısı falan olmalıdır. İndi onu da gətirəcəm. Bir hər birini qırıb qablara qoyacağam. Daha doğrusu keçən səfərki kalpli qablardan fərqli olaraq balıq qulağımsı qablara qoyacağam. Məncə sevinəcək. Mənim uşaqlar, qoyacağım qab budur. Balıq qulaqları falan fasonlusu bir qabdır. İndi ilk olaraq bundan başlayırıq. Bu deyəsən gilaslıdır. Geçirsənəm. Ənliyim rəngdədir. Sizcə ənliyim necə olub bu arada? Tam səmimi fikirlərinizi gözləyirəm. Məncə çox gözəl olub. Kaş biraz daha çox vurardım. Çox az olub, amma olsun. İlk olaraq başlayırıq bundan. Necə rahatlatıcı bir şeydir. Prosta niyə qırılmadı? Qırıldı. Belə bir şey oldu. İndi bunları kəsərəm. Bu birinə. Belə qırırıq. Bu da belə qırıldı. Sonra buna. Necə rahatladır insanı. Yəni, həqiqətən də əsəbisizsə bu videoya mütləq şəkildə baxmalısınız ki, əsəbiniz soysun. Mamam da çox əsəbi sakitləşəcək bunları görəndə. Məncə çox sevinəcək. Çünki deyəcək ki, mənim qızım bacarıqlıdır, bacarır. Görürsünüz necə gözəl. Və bu da sonuncu, dördüncüsü idi bu qırdığım. Biri yaşıla. Bunlar qoxulu deyəsən, çünki qoxulu gəldi əlimə. Bu da üzümlüdür. Ay, necə rahatladır. Anam necə sevinəcək buna. Anamın sevinməyini artıq beynimdə təsəvvür belə elədim ürək. Və fikirləşirəm ki, çox sevinəcək. Yaşılın ikincisinə keçirik. Maksimum dərəcədə balaca qırıram ki, balıq qulaqlarının içinə kəsib doğrayıb qoya bilək. Sarıya. Baxın, bunlar belə qırılırlar. Maskaları, sabunları bəyənmədiyinə baxmayın. Şamlara qarşı çox zaafu var. Məncə bunu çox bəyənəcək. Pəmbələrlə davam edirik.